Bugün danışacağım mövzu məni çox narahat edir. Bu mövzu 44 günlük müharibədə yığışdırılmışdı. Bu mövzu bir çoxlarımızın yaralı yeridir. Bakılı rayonlu mövzusu. Mən təəssüf edirəm ki, bu mövzu yenidən qayıdıb. Müharibə dövrü, müharibədən bir neçə il sonra, bir iki il sonra bu mövzu olmadı. Amma bugün yenə Bakılı rayonlu söhbəti yaranıbdır. Və bu çox məyus edicidir. Çünki Cənab Prezident, Ali Başkomandan bizim ölkəmizi bütöv elədi. Onun əks hücuma keç əmri ilə bizim igidlərimiz, ərlərimiz, cəngavərlərimiz Şuşaya dırnaqları ilə dırmaşdılar. Torpaqlarımızı geri qaytardıq, bütöv Azərbaycan olduq. Nə qədər Bakıdan, bölgələrdən heç vaxt Şuşanı görməyən, Zəngilanı, Kəlbəcəri görməyən uşaqlar, Bakıda böyümüş uşaqlar, rayonda böyümüş uşaqlar getdilər, bu dövlətçilik, bütövlük uğrunda döyüşdülər, canlarından keçdilər, şəhid oldular, qazi oldular. Nəyə görə? Ona görə ki, bəzi ağzı göyçəklər Bakılı rayonlu söhbət eləsin. Niyə mən bu barədə danışıram? Az əvvəl TikTokda canlı yayıma çıxmışdım və orada məni məyus edən söhbətlər oldu. Yenə Bakılı, rayonlu, rayondan gəldiniz, buranı pis günə qoydunuz. Nə günə qoyduq ki biz? Bakıda Bakılı qalıb ki bəyəm, niyə qalmayıb, qurban olmuşsa? Bakı kəndləri, 32 dənə Bakı kəndi var. Maşallah, maşallah, hamısı yerində, cəmaat işində, gücündə, həyəti, bacası, evi, eşi. Hamısı da nəcabəti, şəcərəsi Bakıda doğulub böyüyənlərdir. Bəs hara getdi? Bakıda Bakılı qalıb bəyəm deyənlər. Bu boyda bu 32 Bakı kəndlərindəki cəmaatı saymırsınız. Bunları görməzdən gəlirsiniz. Bakıda Bakılı qalıb bəyəm, niyə qalmayıb? Bəs kimdir bunlar? Özlə mən bir şey deyim. Əsl Bakılılar var ha. Şəcərəsi 7 arxa dönəni Bakılı olanlar. 7 yox, 17 arxası. Onlar həyatı boyu bu söhbət eləmir. Onlar həyatı boyu belə söhbətlərə girişmir. Çünki onlar çox səmimi, çox təvəzzükar, çox sadə insanlardılar. Yəni insan olanından niyə danışsın ki? O həqiqətən Bakılıdır. Bu barədə danışmır. Bilinir də Bakılıdır. Yəni mənim əzizlərim, bu barədə danışanlar oradan-buradan gələn bəzi nadanlardır, bəzi. Hamısı da şamil eləyə bilmərəm. Mən özüm, atamla anam 68-ci ildə Zəngəzur mahalının Qafan şəhərindən köçüblər Bakıya, Xırdalana. Mən orada böyümüşəm, 68-də. Amma mən durum deyim, Bakılıyam, düz olmaz axı. Mənim köküm var. Əslimi dana bilmərəm. O əslin dananlar deyir, mən Bakılıyam. Rayonlulara xor baxır. Hə? Çünki əsl Bakılılar həqiqətən belə söhbət eləmirlər. Çünki onlar Azərbaycanlıdır. O Azərbaycanlı qanunda bəzi xarab olanlar bu söhbət edirlər. Bilirsiniz niyə? Çünki Azərbaycanı iki yerə bölmək, Bakılı rayonlu arasında nifaq salmaq, insanları üz-üzə qoymaq, dövlətə, dövlətçiliyə qarşı olmaq deməkdir. Bugün ölkə prezidenti möhtəşəm xarici siyasət yürüdür. Dünya prezidentlərinin arasında ən sayılan, ən seçilən, ən hörmətli prezidentlərdən biridir. Bəli, mənim əzizlərim. Və bugün kimisə durub deməyə ki, sən rayondan gəldin, Bakıda Bakılı qal. Bakıda bilirsiniz kim qalmayıb? Ermənilər. Nəsim bazarı var, ora erməni kənd bazarı idi. Kök salmışdılar ora. Sonra Bakı, Çəmbərəkənd, Sovetski dediyimiz yerlərin çoxu ermənilərdə idi. Bəli, onlar qalmayıb. Hə, onları istəyirsiniz, təzdən gətirib təpəmizə çıxartmaq istəyirsiniz, bilək. Bilək də biz. Mənim əzizlərim, bu nə söhbətdir ki eləyirsiniz? Bu söhbət bitmədi. Bu söhbəti eləmək şəhidlərimizin ruhuna hörmətsizlik eləməkdir. Bu söhbəti eləmək qazilərimizi aşağılamaqdır. Mənim əzizlərim, bilirsiniz nə qədər Bakı kəndlərindən igidlər döyüşüb, utanmırsınız? Onlar ömründə o dağları görməyib, amma gedib döyüşüb. Bilirsiniz bu söhbəti kim salıb ilk dəfə? Mən sizə deyim. Rüstəm İbrahimbəyov ssenarist var idi, bilirsiniz onun filmi Oskara qədər getmişdi. Rüstəm İbrahimbəyov o demişdi, "Мы бакинцы, это отдельная нация." Biz Bakılılar ayrı bir nasiyayıq. Sözə baxın, necə ayrı nasiyası? Nə olar? Ziyalı olanda nə olar? Hər yaza bilən, poza bilən bəyəm ziyalıdır. Ziyalı olanda düz demədimi? Birincisi Rüstəm İbrahimbəyovun əsli Şamaxıdandır. Orada doğulub.
Rüstəmin qardaşının seçki qabağı kampaniyasına biz də getmişdik. Şamaxıdandır. Mənim əzizlərim. Yəni sən Şamaxıdan olasan və deyəsən ki, Bakınçı. Qardaşım, sən niyə belə hörmətsizlik edirsən Bakı cəmaatına? Həyatı boyu elə eləmirlər. Bakı kəndlərin cəmaatı ürəkdir. Elə bütün Azərbaycanlılar kimi. Mərd, ürəkli, bütün Azərbaycanlılar kimi. Və həyatı boyu get hansısa birinin qapısını döy, Bakı kəndləri, 32 Bakı kəndi var. Gecə, gündüz onlar səni qapı açacaqlar, nə kömək lazımdır eləyəcəklər, dəstək olacaqlar. Nə danışsın? Bütün Azərbaycan belədir, tək Bakı yox, bütün Azərbaycan. Amma bəzi oradan buradan gəlib nadanlar var ha. Onlar o Bakı rayon salıb, arada nifaq salırlar. Mənim əzizlərim, əvvəla Bakı paytaxt olmayıb həmişə. Bəziləri biri Bakını biz yaratmışıq. Xeyr, mənim əzizim. Əvvəla paytaxt olub Şamaxı. Çünki o dövrdə 12-ci əsrdə Azərbaycan Şirvanşahlar dövləti çox qüvvətli idi. Şirvanşahlar İpək yolu keçirdi. O dövr üçün Şirvanşahlar dövləti idi və paytaxt da Şamaxı idi. 12-ci əsrdə bir zəlzələ oldu. Mənim əzizlərim. Sonra 18-ci illərdə bir zəlzələ oldu. Şamaxı dağıldı İraq indidən və Bakıya köçürüldü. Paytaxt Bakı yox. Paytaxt Bakı oldu. Sonradan Cumhuriyyət qurulanda 18-ci illərdə, 18-ci əsr yox, 18-ci il, 18-ci əsrdə Bakı idi. 18-ci ildə Xalq Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadənin qurduğu Xalq Cumhuriyyətinin paytaxtı Gəncə şəhəri idi. Biləsiniz, Gəncə. Daha sonra yenidən SSR qurulanda paytaxt Bakıya gətirildi. Bakı oldu paytaxt. Mənim əzizlərim, yəni Şamaxı idi da əvvəl paytaxt. Elə onda desinlər ki, hamı Şamaxılıdır. Gəncəllər desin. Ondan da əlavə Azərbaycan xanlıqlara bölünən zamanı olubdu. Xanlıqlar olub. Onda hamı dursun desin ki, mən xan nəslindənəm. Nə yiyib, nə içir belə düşünənlər? Bu nə düşüncəsizlikdir? Bu nə hörmətsizlikdir? Bu, birinci Bakı kəndlərinə qarşı, kənd cəmaatına qarşı hörmətsizlikdir. İkinci, bu rayon cəmaatına qarşı hörmətsizlikdir. Amma ən vacibi Azərbaycana qarşı hörmətsizlikdir. Necə yəni? Rayonlar gəldi Bakı, xeyr. Rayonlar gəlib Bakıya heç nə eləmədi. Bakı durduğu kimi durur. Və Bakı, yəni o Sovet hakimiyyəti SSR dağılandan sonra 1990-cı ildə 20 yanvarda Ruslar gəlib qırdı ya. Həmin dövrdən sonra müstəqillik biz əldə eləyəndən bu yana cənab Heydər Əliyev, Allah ona qəni-qəni rəhmət eləsin, hakimiyyətə gələndən sonra yavaş-yavaş Bakı qurulmağa başladı. Bu, nə Bakılının əməyidir, nə rayonlunun əməyidir. Bu, Azərbaycanlının əməyidir. Hər bir Azərbaycanlının. Bəlkə çoxunuz dünənki uşaqsız yadınıza gəlmir. Amma mən balacaydım, mənim papam aparırdı, boynuna çıxardırdı, o mitinglər olurdu. Hökumət evinin qabağında. O vaxt Leylinin heykəli idi orada. Biz gecə-gündüz orada dururduq. Cəmaat yığışırdı ki, müstəqil dövlət istəyirik. Bilirsiniz nə bunu bilən, bunu orada olanlar bilir. Bugün sağdır çoxu. Gecə-gündüz cəmaat yığışırdı, bir olurdu, bir yerdə olurdu. Onda Bakılı rayonda deyən yox idi. Rayonlardan inəklər kəsirdilər, gətirirdilər, bişirirdilər ki, cəmaat ac qalmasın, pulsuz. Su gətirirdilər, samavar gətirən, çay gətirən. Millət o 80 min, 100 min adam yığışırdı. Siz nə danışırsınız? Bu Azərbaycan elə belə qurulmuyub. Mən danışıram, mən həyəcanlanıram. Çünki mən o günləri yaşamışam. Azərbaycan elə belə qurulmuyub. Addım-addım qurulub. SSR ölkələr, 15 SSR ölkələr, respublikaların arasında Azərbaycan ilk qırılıb SSR-dən. Heç kimin buna hünəri çatmayıb. Biz nə qurbanlar vermişik. 20 yanvarda nə şəhidlər vermişik. Bəyəm tək Bakılılar idi. Hamı var idi orada. Azərbaycanlılar var idi orada. Bakılısı, rayonlusu, Gəncəlisi, Lənkəranlısı, Şəkilisi, hamı var idi orada. Siz nə danışırsınız? O mitinglər olurdu, 100 min, 150 min cəmaat yığışırdı ora. Siz bunu, ola bilər, YouTube-da görərsiniz, televizorda. Mən bunu canlı-canlı görmüşəm. Biz orada qalmışıq gecələrlə, atam, anam, mən, qohum, əqraba. Biz yığışmışıq səhərə qədər.
Mənim atam aparıb ki, mən balacaydım. O qədər balacaydım, boynuna alırdı ki, mən tribunanı görə bilim. Deyirdi, qızım, bu günləri gör. Bu qan yaddaşıdır. Yadında saxla, balava danış. Balavın balasına danış. Danış gör biz necə xalqıq. Birliyə bax. Allah ona qəni-qəni rəhmət eləsin. Elə kişi idi, getdi, şəhid oldu da. Elə kişi idi. Mənim yadımdadır, mən onu balama da, balamın balasına da danışıram. Siz nə danışırsınız? Nə Bakılı rayonlu söhbətidir? Bu nə, utanmırsınız? Ayınıza gəlmir sizin? Utanın, ölün, yerə girin, belə düşünənlər. Mərifətiniz, qanacağınız olsun. Gəldiniz buranın üstünə günə qoydular, gəlib bura neynədilər ki? Neynədilər də bilək, neynədilər? Nə gələnlər kimdir? Özgədir, yaddır. Sizinkilərdir də. Heç bilirsiniz o gələnlər necə gəlib? Mənimkilər gəlib, birinci ata tərəfim qafandan gələndə çadırlarda yaşayıblar, çadırlarda, suları, yeməkləri olmayıb. İkinci ana tərəfimdə Zəngilandan Araz çayından gəliblər, heç nəsiz. Mənim qohum əqrabının orada çox gözəl istirahəti var idi, evi, eşiği, həyəti, bacası. Mənim hektarla onların bağ-bağatı var idi, yaylağı ayrı, qışdağı ayrı. Gələndə heç nəsiz. Yaş paltarla Arazı keçmişdi. Allah rəhmət eləsin Heydər Əliyevə. O vaxt o İrandan istəmişdi ki, açsınlar sərhəddi, cəmaat keçə. O olmasaydı, onun hörməti, izzəti olmasaydı, o qapını açmazdılar, cəmaatı qırardılar. Çünki blokadadı idi Zəngilan. Çünki aşağıdan Cəbrayılı tutmuşdular, Füzulini, yuxarıdan Qubadlını tutmuşdular, Zəngilanın gedəcək yeri yox idi. Bu ən son çıxan rayon idi. Mən bunun şahidiyəm, qohum əqraba bizdeydi, yerdə yatan, nə bilim, yer yox idi. Hamı gəlmişdi, ağlayan. Döyüşənimiz orada. Şəhid olanlarımız oldu. Siz nə danışırsınız? Cəmaat kefindən qaçıb gəlib bura. Siz nə danışırsınız? Nə danışırsınız siz? Əlbəttə, onlar gəliblər bura, başqa mühitə düşüblər. Burada yaşayanlar gələnləri görüb. Əlbəttə, burada bir balaca düşüncə fərqli olub. Onların psixoloji durumu yerində olmayıb. Belə faciədən gələnlər, gözün qabağında ölüm itim görənlər, buradakilər, burada şəhid verənlər. Əlbəttə, böyük psixoloji problemlər olub. O dövrdə dövlət yeni qurulurdu. Amma buna baxmayaraq bu söhbət olmayıb. O illərdə bu söhbət olmayıb. Bir olub cəmaat. İndi illər keçib, biz bütöv Azərbaycan olmuşuq. Biz bütövlənmişik, 20% işğalda olan torpaqları qaytarmışıq. Bakılı rayonu söhbət edirsiniz. Heç utanıb ölüb yerə girirsiniz. Ayıb deyil o qədər Bakıdan döyüşənlər şəhid. Ayıb deyil sizə o şəhid olanların ruhu. Ondan utanın da. Bu qədər rayonlarımız gedib döyüşüb. Onlar Bakılıyam, mən rayonluyam, Şəkiliyəm, Lənkəranlıyam, Qubalıyam deməyiblər. Onlar Azərbaycan uğrunda gediblər. Onlar namus, qeyriyyət bilirsiniz nədir? Kiminsə küçədə qısa yubqa geyinməyi deyil. Namus, qeyriyyət bu vətəndir. Bildiniz? Bu vətəndir. Sənin vətən torpağının 20% düşmən tapdalayırsa, sən namuslu deyə bilmərsən özünə. Biz bugün namusluyuq. Çünki o torpaqları qaytarmışıq. Və bugün xaricə gedirsən, bəli, bugün namusluyuq da, qeyriyyətliyik də, bugün bil alnı açığıq, üzü ağıq, biz torpaqlarımızı qaytardıq. Sən mən yox deyə burada. Hamımız. Yoxdur, elə ailə, nəsil yoxdur ki, o nəsil şəhid verməsin. Elə nəsil yoxdur ki, Azərbaycanın hər bir bölgəsində o nəslin qazisi olmasın. O nəslin müharibə dövründə döyüşən əskəri olmasın. Yoxdur. Varsa, mən bilmirəm, o bilmirəm. Bizdən deyil onda. Hamı döyüşüb, namusumuzu bərpa eləyiblər, qeyriyyətimizi bərpa eləyiblər, torpaqlarımızı bərpa eləyiblər. Siz nə danışırsınız? Digər tərəfdən də Bakı paytaxtımız da hamımızındır. Bakı hamımızındır. Bakı tək Bakılıların deyil ki, qurban olmuşsa. Hamımızındır da. Bəyən Bakıda doğulan, böyüyən durur, gedir, tutaq ki, Lənkərana, Zəngilana, Qubaya, Qusara, ona deyirlər, gəlmə bura, sən Bakılısan. Orada belə söhbət eləmirlər. Bu bəzi nadanlar, Bakı cəmaatı da belə söhbət eləmir, mənim əzizlərim. Bunlar kimdir, mən bilmirəm. Bəlkə də ermənilərdir, düşmənlərdir. Başqa profildən girirlər, orada, burada yazırlar. Ayıb şeylər deyirlər. Bu ayıb olan bir şeydir, bu utanc verici bir şeydir. Bugün xaricə gedirsən, bugün yox. Ümumiyyətlə, xaricə gedəndə başqa bir ölkəyə, lap elə olsun Rusiya. Deyirsən, Azərbaycan bir, Baku, Voice Baku, yes, Azərbaycan Baku. Yəni, mən xəritəni çıxardıb, qafanı, Zəngilanı ona göstərib başa salana qədər,
Bakını o bilir də, deyirəm, hə, bəli, yes, da, yes, Baku. Yəni, Bakı hamımızındır, paytaxtımızdır. Bakı heç kimin şəxsi mülkiyyəti deyil. Bakı Azərbaycandır. Eləcə də Zəngilan Azərbaycandır, Lənkəran, Quba, Qusar, Zaqatala, Balakən, hər yer Azərbaycandır. Yəni, bu söhbəti salıb, bu söhbətlə insanların arasına nifaq yaradanlara ayıb olsun. Ayıb olsun. Utanın, ölün, yerə girin. Biz bütöv olmalıyıq, biz bir olmalıyıq, biz nə qədər şəhid vermişik, biz nə qədər qazilərimiz var. Ölün, yerə girin belə söhbət eləyənlər. Bakılı rayonunu, Bakıdan gəldiniz, rayonda nə bilirdiniz ki, nə bilməliydik ki? Biz də adamıq, siz də adamsınız, biz də ətlənik, siz də. Orada da Azərbaycan vətəndaşı yazılır, bizdə də. Əslin danan namərdlərdir belə danışanlar. Kökündən xəbərsizlərdir belə danışanlar. Çox ayıb olsun. Yığışdırın bu söhbəti. Mənim qüruruma toxunur, nə danışırsınız? Mənim nə qədər nəslimdə şəhidim var, atam şəhid olub. Mənim nə qədər nəslimdə, nəcabətimdə, qonşumda, mənim rəfiqəm, onun qardaşı şəhid olub, Bakılıdır, təmiz Bakılıdır, Şüvəlanlıdır. Ayıb da, ondan utanın. Utanın. Mənim tanıdığım, bildiyim qohum əqraba var, Lənkərandan var, Qubadan var, hər yerdən, Balakəndən, nə bilim, hər yerdən, Şəkidən, Gəncədən döyüşüblər. Bugün çıxıb demək ki, Bakılı, nə oldu? Bitdi, parçalanmaq lazımdır, bir-birimizi qırmalıyıq. Niyə? Bilək, niyə? Səbəb? Mən düşünürəm, bu tip söhbətləri eləyən insanlar nadanlardır. Onların qanında xarablıq var. Bəli, qanı bütöv olan, Azərbaycanlı olan, o heç yox belə söhbət eləmir. Siz nə danışırsınız? Mənim uşağımın sinifində, deməli, uşağımın sinif yoldaşı var idi. Atası Almandır, o vaxt gələn, 41-45-də gələnlərdən Almandır atası. Anası da Sankt-Peterburgdan gəlib, Rusdur. O uşaq deyir ki, mən Azərbaycanlıyam. Baku это mой родной, Bakı mənim radnoyumdur. O uşaq Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Şeirin deyir, utanırsınız siz. Yəni bu qədər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Bəli, bu qədər.